Biz və siz əvəzlikləri cümlədəki yerindən asılı olaraq həm tamamlıq, həm də yer zərfliyi ola bilir. Yaxşı, bəs bu necə baş verir, necə yaranır? Gəlin baxaq. Sizə gələcəyəm. Gələcəyəm sizə. Oldu yer zərfliyi. Diqqət ediləsi məqam odur ki, siz əvəzliyi hal şəkilçisi qəbul edir. Deməli, bu hallar üzrə özünü göstərmiş olur. Yəni, siz əvəzliyi yönlü hal şəkilçisinə qəbul edir və məkan funksiyasına keçmiş olur. Nəticədə yer zərfliyi olur. Və yaxud tamamlıq mövqeyində. Sizə deyirəm. Deyirəm. Kimə? Sizə. Burada da oldu tamamlıq. Görürsünüz ki, burada heç bir məkan funksiyası yoxdur. Amma yuxarıdakı cümlədə sizə əvəzliyi məkan funksiyasındadır. Bu deyilənlər əvəzliyinə aiddir. Məsələn, sizi götürüb qoyuram, xəbəri dəyişdirirəm. Bizə gələcək, olacaq yer zərfliyi. Bizə deyir. Kimə? Bizə. Burada da tamamlıq olur. Sonra bu deyilənlər həm də yerlik hal mövqeyində də özünü göstərir. Sizdə qaldı. Qaldı harada? Sizdə. Yer zərfliyi. Hə? Nəsə, hər nəsə, yəni haradasa qalıb. Sizdə qalıb. Bir də belə olur. Müəllim, kitabım sizdə qaldı. Qaldı, nə? Kitabım. Kimdə? Sizdə. Tamamlıq. Subyekt mənasını ifadə etdi. Müəllim sözü də burada xitabdır. Yuxarıdakı cümlədə yer zərfliyidir və məkan funksiyasını icra etmiş olur. Bu əvəzliklər ikili sintaktik funksiya daşıyaraq çıxışlıq hal mövqeyində də işlənə bilir. Məsələn, deyə bilərik ki, bizdən danışır və yaxud sizdən danışır. Burada tamamlıq olur. Subyekt mənasında işlənir. Bizdən qayıdır və yaxud da sizdən qayıdır. Burada da olur yer zərfliyi və məkan mənasını ifadə edir.